Azərbaycan teleradiosu bugün xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl şəkildə həyata keçirilən uğurlu islahatlar, qazanılan nailiyyətlər və daha artığı bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya Azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır. Çünki televiziyada işləmək, televiziyada çalışmaq, televiziya fədakarlığı sevir. Amma o fədakarlığın qarşısında mütləqdir ki, yəni sən fədakarlıq eləmisənsə, o səni çox yaxşı o sənə qucaq açacaq. Və mən çox sevinirəm ki, 70 ilin 18 ili mənim payıma düşür. 18 ildir ana televiziyada çalışıram və heç vaxt iş yerimi dəyişməmişəm. Və Azərbaycan televiziyasının inkişafı günü-gündən daha çox artır. İstəyir bu texnoloji yeniliklər olsun, istəyir böyük proyektlərimiz olsun, istər verilişlər olsun, istəyir sənədli bədii filmlər olsun. Azərbaycan televiziyası son 6 ildə qazandığı uğuru düşünürəm ki, bəlkə də İlk dönəmləri çıxmaq şərtindən bəlkə də heç vaxt qazanmamışdır. Çünki Azərbaycan televiziyasında bugün sözün hər mənasında gənclərə böyük bir meydan verilib. Azərbaycan televiziyasında bugün artıq bir akademiya, bir məktəb yaranıb. Azərbaycan televiziyası yetişdirir və digər kanallara ötürür və bu da bizim üçün təbii ki, çox sevindirici haldır. Mən özüm də bir gənc olaraq mənə ölkənin birinci kanalında bir pay verilməsi, bir kiçik nöqtə olmağım mənim üçün çox xoşdur. Təbrikə görə təşəkkür edirəm. Mən də bütün Azərbaycan auditoriyasını təbrik edirəm. Doğrudan da çox gözəl bir gündür. 70 illik bir tarix, məncə bu çox böyük tarixdir. Bu nə deməkdir? Bu deməkdir ki, Azərbaycan televiziyasının böyük bir bazası var, böyük bir tarixi var. Və Azərbaycan televiziyası bir çox hadisələrə, ölkədə taleyüklü hadisələrə, ümumi liderdən başlayaraq, Azərbaycan müstəqilliyin ilk illərindən başlayaraq bir çox hadisələrə şahid olubdur. Və demək olar ki, bütün arxiv bizdədir. Yəni buna görə də öyünmək olar. Və başqa bir tərəfdən bildiyiniz kimi Azərbaycan televiziyası Azərbaycan milli mənəvi dəyərləri ilə bağlı ön sırada olan bir elektron mediadır. Və bugün əgər cəmiyyətimiz həqiqətən də və elədir də bütövdürsə, cəmiyyətimizdə saflıq varsa, bunun həm də bir payı Azərbaycan televiziyasına düşür. Çünki həmişə burada ailəyə, cəmiyyətə, dövlətə olan münasibətdən həmişə öndə gedib bu fikirlər. Və bugün Azərbaycan jurnalistikası, icazənizlə mən bir şey deyim ki, elə bir yerdədir ki, yəni dünya jurnalistikası, sən öz dövlətinin yanında olmalısan, sən öz ölkənin yanında olmalısan. Çünki dünyada baş verən, yəni qlobal dünyada baş verən hadisələr bunu bizə diktə edir. Və o baxımdan da mən çox özümü xoşbəxt sayıram ki, bu televiziyanın kiçik də olsa bir parçasıyam. Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir video süjetdə böyük yaradıcı kollektivin əməyi var. Əslində televiziyadakı hər bir xəbər, hər bir veriliş, hər bir kadr özü dövrün bir parçasıdır. Ona görə də Azərbaycan televiziyası bugün sadəcə bir informasiya mənbəyi deyil, o həm də milli kimliyimizin güzgüsüdür və dediyiniz bu 70 il ərzində Azərbaycan televiziyası sevincimizi, kədərimizi, bütövlükdə tariximizi bölüşüb, yalnız operativ və obyektiv informasiya çatdırmaqla kifayətlənməyib və bir növ dövrün də salnaməsini yaradıb. Eyni zamanda xüsusi olaraq milli mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin tarixə çevrilməsində Azərbaycan televiziyasının çox böyük rolu var. Və bugün də o rolu təbii ki, davam etdirir. Ona görə də düşünürəm ki, Azərbaycan televiziyasının yeri hər zaman tarixdə xüsusi bir xətt olaraq keçəcək. Sevinirəm ki, bu 70 illik uzun bir dönəmin, şərəfli yolun 7 ili də mənim ömrümə pay düşüb, mənim ömrümə yazılıb. Artıq 7-ci ildir ki, bura mənim üçün sadəcə bir iş yeri yox, ikinci ev yox, məhz birinci evdir. Sözün əsl mənasında həqiqətən qürur duyuram ASTV ailəsinin bir üzvü olmaqdan. Burada işləməyə çalışmaq həm çətindir, məşəqqətlidir, necə deyərlər, həm də qürurludur, şərəflidir. Bütün həmkarlarımı təbrik edirəm. Hazırda Azərbaycan televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir. Azərbaycan televiziyasındakı dəyişikliklər həm də verilişlərin məzmun və formatında özünü biruzə verir, yaradıcılıq imkanlarını artırır.
Artıq 7 ildir ki, mən bu ana televiziyamızın bir parçasıyam və bu məktəbdə deyək ki, bişmişəm, jurnalist olmuşam, reporter olmuşam və son xəbərləri insanlarımıza, vətəndaşlarımıza çatdırmağa çalışırıq. Bəli, televiziyamızın artıq 70 ili tamam olur. Bu qocaman televiziyanın gənc əməkdaşı olaraq mən gənclərə tövsiyəm odur ki, biz qocaman olsaq da yeni nəsillə, biz gənc nəsillə daha da cavanlaşırıq, daha da müasirləşirik, televiziyaya yeni nəfəs qatırıq və düşünürəm ki, televiziyamız 70 yaş olmağına baxmayaraq daha da inkişaf eləyir, günü-gündən inkişaf eləyir və buna bir töhfə verdiyim üçün əslində fəxr eləyirəm ki, mən də bu inkişafa, bu irəliləyişə töhfə verənlərdən biriyəm. Nə deyə bilərəm? Yəni həmkarlarımı təbrik eləyirəm, özümüzü təbrik eləyirəm. Son illər teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ihtiva edən 3 peyklə dünyaya yayımlanaraq yüksək əyarlı peşəkar telekanala çevrilərək ən son texniki standartlara tam uyğunlaşıb. Televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. Radio, televiziya insanları təsirləndirir, insanların dünyaya gözünü açır, insanları bütün dünya ilə birləşdirir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın milli televiziyası Azərbaycan xalqının milli sərvətidir və Azərbaycan televiziyasının həyat yolu Azərbaycan xalqının tarixinin böyük bir hissəsidir, ayrılmaz bir hissəsidir. Jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi əlbəttə ki, diqqətə layiqdir. Çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq. Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətcə ölkəmizin inkişafında çox müsbət rol oynayır. Həmid Quliyev, xanım Rüstəmzadə, İlşad Heydərov, NTV Xəbər, Bakı.